Bu əslində qırğın yarada biləcək bir sualdır. Müharibə yaradaca biləcək sualdır və buna gəlin biraz diplomatik cavab verim. Kanalınızdan və kontentinizdə danışamadım. Bax, getdiniz. Salam, bugünkü qonağımız səyahət blogerliyində hər zaman fərqliliyi ilə seçilən İradə xanım. İradə xanım, ilk sualımız elə YouTube kanalınızdan və kontentinizdə danışamadım. Bax, getdiniz. YouTube kanalınıza və kontentinizə bağlı olacaq. İzləyici olaraq YouTube-da gözəl mənzərələri, rahat musiqi sədaları altında kənd yollarını izləyir və hər şey o qədər romantik görünür ki, əslində onun pərdə arxası var və hamımız onun fərqindəyik. Pərdə arxasında baş verənləri bizə necə izah edə bilərsiniz? Əvvəla mən də sizi salamlayıram. Təşəkkür edirəm dəvət üçün və ümid edirəm ki, gözəl bir söhbətimiz olacaq. Hər bir işin əlbəttə ki, arxa bir tərəfi var. Pərdənin arxa tərəfində də bir çətinliyi var. Lakin yola çıxan zaman sənin iki seçimin olur. Ya çətinliyə varıb heç nə çəkmək, göstərməmək, ya da ki, çətinliyi özünə bir azuqə götürmək və orada sanki özünə bir müharibə elan edirsən ki, mən bu çətinliyi aşacağam və bu çətinin arxasında olan bir gözəlliyi çəkib göstərəcəm. Sən artıq ikinciyə niyyətlənirsən deyənə, pərdə arxasında baş verən çətinliklər sənə bir o qədər də ağır gəlmir. Lakin artıq səyahətlərimi kitab formatına keçirdikdən sonra orada oxucularla, yenə həmin izləyicilərlə daha səmimi bir formata keçirəm və bu səhnə arxasında nələr baş verir, onları kitabda yazmışam. Məsəl üçün, bugün sizin bir vlog hazırlana bilər, bir saatlıq bir çox gözəl bir vloqa baxa bilərik, bir kənd həyatına baxa bilərik, orada söhbətlərə baxa bilərik. Amma bunun arxasında hansı maşın qəzasını keçirməyimlə, hansı xəsarətləri almağımı o vloqlarda biz görəməyəcəyik. Çünki mən o videolar çəkəndə əsas niyyətim çoxlu baxış sayı olsun, çoxlu bir şou olsun, onun peşinə deyiləm. Əgər onun peşinə olsam, o zaman məsələn o maşın qəzasını çəkib göstərərəm. Sonra hansı yıxılma anlarım olub, onları göstərərəm ki, bu cür şeylərə daha çox baxırlar. Amma mənə lazımdır ki, işin arxasına yola çıxan zaman hansı niyyəti ki, əsas götürmüşəm, hansı mövzunu çəkib göstərməyi planlamışam, onu cəmaət görsün deyənə və ona o sevgi gəlsin deyənə, baxış gəlsin deyənə ilk məsələ, məqsəd də o olur ki, çətinlik sonradır. Bu bizə maneə olmamalıdır. Biz yola çıxan zaman hansı işi görəcəyimizi öhdəliyə alırıqsa, onu da çatdırmalıyıq. Yaxşı, bəs həm səyahət edirsiniz, həm kitab yazırsınız, həm kontent düşünürsünüz. Onların hamısını həyata keçirirkən o anı yaşayıram deyə bilirsinizmi? Bəzən bu sual tez-tez gəlir və kənardan insanlara elə gəlir ki, ancaq biz çəkirik, ancaq biz paylaşırıq. Məsələn, elə həqiqətən də elə yol yoldaşlar olub, elə blogerlər olub görmüşəm ki, telefon əllərindən düşmür. Yəni adi bir an olsun belə bu anı qaçırırlar. Amma bəlkə də bu insanın özünün götürdüyü öhdəlikdən asılıdır ki, o yola çıxanda nəyə əsas olaraq götürür. Düşünürəm ki, mən o anı hiss eləməsəm, ortaya o işlərdə çıxmaz. Çünki oxucunu, heç vaxt da kənardan bizim kontenti izləyəni, heç vaxt bizim kitabı oxuyanı, yəni qarşı tərəfi nə ilənsə aldatmaq qeyri-mümkündür. Və orada o hiss eləyəcək ki, ona təqdim olunanda anı duyma anı var və ya yoxdur. Məsələn, bizim sizlə də bəzi söhbətlərimiz olmuşdu. Siz dediniz ki, fərqləndirən bəzi tərəflər var. Düşünürəm ki, bu fərqləndirən tərəflərin içində də anı duymaq qabiliyyətinin olması çox önəmlidir. Sən əvvəlcə anı duymalısan, harda olduğun fərqinə varmalısan, kimlərlə, hansı mühitdəsən, onun fərqinə varmalısan və bunu artıq ruhundan keçirdikdən sonra sən ortaya çox yaxşı bir məhsul çıxarda bilərsən. Elə getdiyiniz kəndlərdən danışsaq, Azərbaycanın ən ucqar, kəşf edilməyən kəndlərinə gedirsiniz. Tək başına bir qadın olaraq Lerikin, Gədəbəyi, Zaqatalanın ucqar kəndlərində necə qarşılanırsınız? 2016-cı ildən başlamışdı bu Azərbaycan ucqarlarına getmək. Yəqin ki, həmin ərəfələrin özündə də, həm mənim özüm üçün də bu çox belə maraqlı bir durum idi. Məni necə qarşılayacaqlar? Mənim özüm üçün bu yeni bir ağla sığmayan bir durumdur. Tək getmək, tək varmaq. Əvvəllər qruplarla çıxırdım, amma sonra gördüm ki, elə yerlər var ki, orada başqa bir enerji tələb olunur və bu enerji qrupun enerjisindən tamamilə yad bir gəlir. Əvvəl düşünürəm ki, indi kənd turizmi artıq bu və digər dərəcədə bu 10 il keçib aradan 10 il müddətində kənd turizmi artıq kənd insanları da gələn qonaq durumuna öyrəşib, turist durumuna öyrəşib. Amma mən 17-ci ili xatırlayıram. Məsələn, 17-ci ildə Astaranın çox ucqar bir dağ kəndinə getmişdik və orada məsələn 2 Azərbaycanlı xanım idi, digərləri xarici turistlərdi. Biz rüqzaqla idik, belimizdəki bel çantasıyla birlikdə idik və kənd cəmaəti dağdan gələn bel çantasıyla olan insanlara yad planetlər kimi baxırdılar. Yəni o qədər maraqlı idi. Mən onların heç vaxt o baxışlarını unutmuram. Özümün də həyatımda bir ilk idi. Lakin bu qarşılıq şəkildə mənim kəndə getməyim, onların məni qarşılamağı çox gözəl bir ünsiyyət vasitəsi belə deyək. İlkin başda çox səssiz bir ünsiyyət alınır və ilk sevginin 20 saniyə deyilən bir qaydası var. Yəni ilk sevgi 20 saniyədə yaranır. Yəqin ki, bu 20 saniyədə də onlar
onlar da hiss edir. Çünki kənd insanı aldatmaq mümkün deyil. Onlar hər zaman dağla, təbiətlə iç-içə yaşamış insanlardır. Onların hissiyatı da çox güclüdür və ola bilər ki, bu kəndə bu insan niyə gəlir? Və o hiss, o 20 saniyədə düşünürəm ki, hər bir kəndlə, hər bir o ucqar kəndin insanlarla ilk təmasımız, ilk ünsiyyətimiz o 20 saniyədə yaranır. Bizim insanımız onsuz da çox qonaqpərvərdir. Elədir. Lakin siz kəndə kamera ilə, mikrofonla girəndə əsasən də yaşlı nəslin təcrübələnməsinə səbəb olursunuz deyə düşünürəm. Bəli. Hələ də o hallar baş verir, yoxsa artıq müasirləşmə, o şeylərə adaptasiya olma prosesi çox irəliləyir? Hər bir halda biz getdiyimiz yerə gedəndə o yerin qayda-qanununu, yəni bu adi bir kənd də ola bilər, adi bir ailə də ola bilər. Hər bir ailənin özünün konstitusiyası olduğu kimi, hər bir kəndin də özünün qayda-qanunu var. Biz heç vaxt çox aşırı belə egosentrik davranıb deyə bilmərik ki, mən beləyəm, mən qaydalarımı kəndə aparsam, qaydalarımı kəndə apara bilmərsən. Sən getdiyin yerin, istəyir adi bir qonaq gedəndə o evin qaydalarına biz riayət etdiyimiz kimi, kəndin də qaydalarına riayət etməliyik deyə düşünürəm. Və bu 10 il ərzində bu əslində çoxdan olmuş bir prosesdir. Bunu da o qaydanı, o xarakteri aşılamağımda bizim çox Azərbaycanın çox gözəl bir fotoqrafçısı var, Zaur Mirzəyev, yaxın bir dostumdur və fotoqrafiya sənətində irəliləyən zaman onun mənim həyatımda belə çox önəmli bir məsləhətləri olmuşdu. Mən insanları çəkməyi çox sevirdim, yəni kamera ilə portret janrları, insanların həyatını görüntüləməyi, amma daxili bir çəkincəliyim vardı, daxili bir unutqan, utanqaclıq xarakterim vardı və əlbəttə ki, ya mən insanlarla təmasa girməli idim, ya utanqaclığımdan kameranı çəkməyə açmayacaqdım və beləliklə yola nə üçün çıxacaqdımsa, o işdə görməyəcəkdim. Və Zaur o zaman mənə dedi ki, insanlarla kameranı açmamışdan qabaq insanlarla təmas qurmağı öyrən. Bu da o qədər gözəl bir şey oldu. Yəni biz hansısa bir qapını döyəndə əlbəttə ki, ilk növbədə salamlaşırıq. Əvvəl salamlaşmalısan, evin yəsi görməlidir ki, gələn kimdir, sən hansı niyyətlə gəlmisən. Amma salam vermədən, bir belə deyim, bir məhəbbət yaratmadan, bir sevgi, bir söhbət əhli yaratmadan dərhal kameranı çəkib paylaşsam, kameranı onların gözünə tuşlarsam, əlbəttə bu da özü insan özündə narahatlıq yaradar. Elə kəndlər, elə rayonlar oldu ki, hətta böyük rayonlar belə, orada qəti şəkildə kameranı çəkib nə qədər söhbət eləsən belə çəkilişə icazə vermədilər. Mənə düşən, özlərimə düşən öhdəlik onların o qaydasına hörmətlə yanaşmaq idi və vəssalam. Yəni mən oradan əliboş qayıtmışam. Niyə? Çünki istəmirlər çəkmək. Və bu bir mənalı bir qaydadır. Odur ki, əvvəlcə ilə ünsiyyət qurmalısan, əvvəlcə söhbət qurmalısan. Onlar da səni özündən biri bilməlidirlər. Ondan sonra çəkiliş çox rahat gedir. Yəni gedəcəyiniz hər kəndin, hər məkanın öncədən tarixini araşdırırsınız, adət-ənənələrini araşdırırsınız, insanlarla ünsiyyətə girirsiniz, daha sonra isə bir kontent yaradırsınız. Mütləq qaydada yola hazırlıqlı çıxmaq lazımdır. Düzdür, elə yollar, elə səfərlər olub ki, orada plan tamamilə dəyişib. Məsəl üçün o artıq yolun özünün ədəbi olur və sənin səfər həyatına göstərir ki, burada bir dəyişiklik də ola bilər. Amma şəxsən mən özüm illər boyu belə çalışıram. Getdiyim yeri araşdırıram, nə üçün gedirəm, niyə gedirəm, harda qala bilərəm. Bəzən harda qalacağım durumunu da məsəl bilə bilmirəm. Bu da bir lütf olaraq sonradan gəlir. Adət-ənənələrindən biraz bilə bilərəm, amma yerli adət-ənənəni mənə kim verir? Həmin kənd cəmaatının özü verir. Mən əgər 10% bilirəmsə, bunun 80%-ni, 90%-ni mənə yerli cəmaat verəcək. Ona görə əslində biz biraz öyrənib yola çıxırıq, amma geri qayıdacağımız, geri öyrənəcəyimiz artıq o insanlarla olan təmasımızdan çox şey asılıdır. Biz onlarla söhbət eləməliyik, biz onlarla dostlaşmalıyıq, biz onlara sevgi verməliyik ki, istədiyimiz o, mən üçün bir yola çıxanda ora bir kitab kimi baxıram ki, mən burada nəsə öyrənib gələcəm. Yol insanı dəyişməlidir, səni azqələndirməlidir, bilik olaraq, sənin özündə, daxilində hansısa keyfiyyətləri əlavə etməklə. Ona görə mütləq qayda araşdırıb çıxmalısın, amma eyni zamanda da öyrənmək istədikləri qarşı tərəfə sual verməkdən çəkinməməlisən. Yola çıxmaqdan danışdıqca bir İradə Qədirova olaraq bu yola necə çıxdınız? Çox maraqlıdır əslində. Bu gün ərzində bu sualla bağlı, bu sualı ikinci dəfə də alıram. Yəqin ki, bu qətiyyətdən irəli gəlir. Artıq insan nə etmək istədiyini biləndə, bilirsən ki, bu yol sənin üçün çox lazımdır və o addımı atırsan. Bəzən bizim həyatımızı şəkilləndirən tək bir addım olur və o addımı atmağa verəcəyim bir cəsarət. O Cəsarəti sizə verən nə olub? Cəsarəti yəqin ki, nə etmək istədiyimi bilməyim. Çünki nə etmək istədiyini insan biləndə o cəsarət də ona gəlir. Çox vaxt yeni yola çıxmağa qorxuruq. Çox vaxt addım atmağa qorxuruq. Amma o qorxudan savayı sizin fiziki olaraq da bir qorxularınız olmalıdır. Ucqar bir kəndə gedirsiniz, tək başına bir qadınsınız və tanımadığınız bir bölgədə qalırsınız. O qorxulara necə qalib gəlirsiniz? Düşünürəm ki, ümumiyyətlə bu qorxu hissini içimdə heç vaxt hiss eləməmişəm. Bu yəqin ki, mən özümün içimdəki üstünlüklərimdən biridir. Mən özümdə o sevdiyim
xüsusiyyətləri özüm üçün təftiş eləyəndə, müraqibə eləyəndə görürəm ki, ən yaxşı keyfiyyətim də bəlkə də yola çıxan zaman qorxu kökünə köklənməməkdir. Çünki sən nəyə köklənirsənsə, sən nəyə niyyətlənirsənsə, onu da yaşayırsan. Ümumiyyətlə yola çıxan insan qorxu kəlməsini geridə qoymalıdır. Əgər qorxursansa, ümumiyyətlə yola çıxmamalısan. Və yola çıxanda da hazır olmalısan ki, hər bir şey ola bilər. 2021-ci ilin sentyabrında mən kənd çəkilişdən qayıdanda maşın qəzası keçirmişdim və demək olar ki, o qəzaya qədər ümumiyyətlə mənə qorxu kəlməsi gəlmirdi. Yəni yolda başıma bir iş gələ bilər, belə bir fövqəladə bir vəziyyət yarana bilər. Bunun ümumiyyətlə bir ssenarisini belə beynimdə qurmurdum. O hadisə biraz məni toparladı. O hadisə mənə başa saldı ki, yolda hər şey ola bilər və sən buna hazır olmalısan. Gedəcəyim yerdəki insanlarla kimlə qarşılaşacağım məsələsində qorxu olmur. Bu da çox güman ki, illər boyu Azərbaycanın ucqar dağ, ucqar yerlərində rastlaşdığım insanlarla təmasdan başa düşürəm ki, kənddə pis insan mümkün deyil. Pis insan ola bilməz. Əslində şəhər həyatı elədir ki, insanların xisləti dəyişir, amma kəndlərdə bu durum mümkün deyil. Kənd insanı o saflığını, o gözəlliyini, o fitrətini qoruyub saxlayır. Ona görə də bu qorxu kəlməsini heç vaxt yola çıxmadım. Ta ki düzdür, o 21-ci ildə baş verən hadisədən sonra artıq ehtiyatlı davranmağa başladım ki, həyatda hər şey ola bilər. Ona qədər, yəni o ehtiyatı heç vaxt ağlıma salmırdım. Bir şəkildə də yəni dediyim kimi, qorxunu içə salmırsansa, o duyğunu içə salmırsansa, artıq qorxu necə başa verəcəyin, başa gələcəyin cavabında gəlmir. Artıq 10 ildir ki, fəaliyyət göstərirsiniz və son dövrlərdə hamı özünü travel bloger adlandırır. Bilet alıb harasa gedən kimi telefonla ard-arda videolar çəkir, yeməkləri paylaşır. İzləyici kimi bizim bir sualımız var. Sizi digərlərindən, yəni o Instagrammable blogerlərdən fərqləndirən nədir və sizin onların özlərinə səyahət bloqeri yəni deməyinə münasibətiniz nədir? Bu əslində qırğın yarada biləcək bir sualdır. Müharibə yarada biləcək sualdır və buna gəlin biraz diplomatik cavab verim. Əslində mən özümdən çox danışmağı da xoşlamıram. Hər zaman da bir iş görüşməsinə gedəndə bilirsiniz də CV-də sual var ki, biz səni niyə işə götürmək və sən məcbursan özündən danışasan. Bu hissədə hər zaman bir dayanmışam. Amma gördüyüm işin fərqindən deyək ki, bəlkə də araşdırma işin özünə, səyahətlərə yalnız bilet aldım, getdim, çəkdim, göstərdim məsələsinə yanaşmadığıma görə, araşdırmaya üstünlük verdiyimə görə, getdiyim ölkələrin, getdiyim yerlərin tarixini, mədəniyyətini, insanların yaşayışını çəkib göstərməyə özənlik göstərdiyimə görə çox güman ki, bu fərqi də biz bu fərqi deyə bilmərik. Mən heç vaxt deyə bilməm ki, mənim səhifəmin başqa səhifədən fərqi cəhəti budur. Bunu sizlər deyə bilərsiniz və sizlərin də bunu deməsi üçün biz çalışırıq. Mən çalışıram ki, mənim səhifəm üçün mən də özümlə baxıram, sakitlikdə və təftiş edirəm ki, səhifəm geridə qalırsa səhifəmin problemi nədən ibarətdir? Bugün kütlə bizdən nə istəyir? Düzdür, kütlənin bugün istədiyi başqa şeylər olur və İradə özünə deyir ki, İradə Qədirova səhifəsi bunu eləyə bilməz. Demək, həm dəst xəttimi davam elətdirməliyəm, həm də bir yeniliklər qatmalıyam. Lakin digər səyahət blogerlər və yaxud özünə bu səyahət blogeri deyirsə və yaxud o ancaq onu çəkib paylaşırsa, mən ona qarışa bilmərəm. Çünki mən düşünürəm ki, hərə öz işinə məşğul olmalıdır və başqasını oturub yargılamaqdan, başqasını oturub tənqid etməkdən, niyə ancaq bunu göstərir, niyə özünə səyahət blogeri deyir, razılaşmadığım məqamlar çoxdur, amma onlara girmirəm. Çünki öz gücümü, öz belə deyək, vaxtımı səhifəmin inkişafına və qarşı tərəf izləyicilər bizdən nə istəyir, ona yönəltməyə daha çox üstünlük verirəm. Sizin videolarınızda həmişə insan hekayələri var. Bu haqqda nə deyə bilərsiniz? Yəni sizə görə gedib hansısa bir yeri görüb, onu çəkib paylaşıb, artıq səyahət bitib anlamına gəlmir deyə düşünürəm. Yəni insanların mədəniyyətini, tarixini, ruhunu yansıtmaq sizin üçün bir öncəlikdir. Sizcə o səfər sadəcə tarixi binalardan, abidələrdən ibarətdirsə, o yarımçıq sayılırmı, yoxsa tam bir səyahətdir sizin üçün? Mənim özüm üçün əslində əgər ki mənə bir töhfəsi veribsə o səfərin, ola bilər ki, mən orada heç bir insana rastlaşmayım, heç bir insanın hekayəsini dinləməyim, amma mənə bir töhfə veribsə, demək ki, o yolun bir özənliyi olub. Amma yazdığım kitablara baxsanız, orada görəcəksiniz ki, Azərbaycanla bağlı Dünya Vətəndən başlı kitabını da yazanda, orada xüsusi bir qarşıya çıxmışdım ki, Azərbaycan səfərlərim boyu mən bu şəhərlərdə də, bu rayonlarda da olmuşam, amma orada hekayəyə rast gəlməmişəm. Və özənli olaraq bir rayonda, bir kənddə, bir ölkədə, bir şəhərdə bir insanın hekayəsi varsa, insanların hekayəsi varsa, o səyahət orada mənim üçün tamamlanır. Çünki düşünürəm ki, hər bir insanın aynasıdır. Yolda da o insana rast gəlməlisən. Elə insan var ki, ümumiyyətlə insana təmasa keçmək istəmir, ancaq memarlığı izləyir. Bunun üçün o səyahət o tamamdır. Mənim üçünsə bir səyahətin içində bir insan olmalıdır. Çünki o qədər olub ki, elə bir bu əslində çox gözəl bir yolun ədəbidir, gözəlliyidir. Heç təsadüfən, heç planlamadığın bir taksi sürücüsü səni elə bir yola, elə bir qapıya yol aça bilər ki, demirsən ki, bu gün mən bu adamı burada görməsəydim, mənim bu səfərim natamam qalardı.
2022-ci ilində məsəl üçün yazında İstanbul səfərim vardı və bir günlük Bursaya getdim, gəldim. Mən bu gün özündə belə Bursada rastladığım o taksi sürücüsünə o qədər minnətdaram və onu da çox gözəl xatırlayıram. Mən olsam onun rəsmini çəkərdim. Çünki mən onun fotosunu çəkmədim, amma o məni elə bir gözəl bir irfani qapıya yol açdı, özündən xəbərsiz. Bütün bu şeylər təvafüqdür və yolda rastladığımız insanlar bizə əslində göndərilən bir lütfdur. Ona görə səfərlərimdə, istər daxili səfərlərimdə, istər xarici səfərlərimdə o insanlara çox özəni göstərirəm. Bu gün özünüzə Pakistan deyəsə, Pakistanda da məsələn hamı gedə bilər. Amma mən Pakistanın bir dənə dağ kəndi var. O kəndi balaca kənd uşaqlarına görə xatırlayıram. Onlar mənim həyatıma elə bir anda gəldilər ki, öz sevgiləri ilə, öz o gözlərindəki təbəssümlərlə sanki mənim o 13 günlük səfərimi tamamilə tamamladılar. İnsan faktoru çox özənlidir. Mən də əvvəllər təkliyə qaçırdım. Ümumiyyətlə dedim ki, tək qalmaq istəyirəm, tək qalmaq istəyirəm. Düşünürəm ki, bu işdə məni çox tərbiyələndirən pandemiya dövründə tək qalmamız oldu. Çünki bir yerdən sonra artıq bağrım çatlayırdı. İnsana ehtiyacımın olduğunun fərqinə vardım. Söhbət etməyə insanın ehtiyacı olduğundan sonra çox ehtiyatla edirəm. Artıq tək qalmaq istəyirəm. Çünki insan ağzından çıxan sözə o qədər fikir verməlidir ki, bu dönüb dayanıb bizim həyatımızın bir yaşanmış bir ssenarisinə çevrilə bilər. Ona görə insan insana lazımdır. Sosial həyatında da, adi səfər həyatında da, istənilən həyatında. Qabağınıza çıxan insana bir lütf olaraq yanaşırsınız. Onun tərsini yaşamısınızmı? Ziyanı gəlməyini. Orada da çox belə sakit reaksiya verirəm. Nəyə görə? Çünki adi bizim çox sevdiyimiz insanlar ola bilər ki, bizim həyatımızın hansısa bir gedişində özü də istəmədən və yaxud da mən də özümdə planlamadan mənə ziyanı dəyib. Demək ki, o ziyanı dəyməlidir. Niyə? Çünki onun o zərərindən, o ziyanından mən bir insan olaraq, bir ruh olaraq yetişmişəm. Onun mənə gətirdiyi bir dərs var. Hamı sənin qabağına yaxşılıqla gələ bilməz, biri də pisliklə gəlməlidir. Demək, onun missiyası sənə o dərsi verməkdir. Verməsə, o məqamda, o mərhələdə sən yetişmərsən. İnsanlarla yaxşılığı paylaşmağı çox sevirsiniz. Onu sizin videolarınızdan da görürük. O qədər gözəl təbiət mənzərələri paylaşırsınız ki, amma şeytanın vəkili olaraq bu tərəfdən baxdığımda biraz paxıllıq edirəm. İnsanların çoxu onu görüb, ora gedib və o gözəlliyi pozacaq deyə qorxuram. Sizin içinizdə o qorxu yoxdurmu? Var əslində. Deməli, bunu ilk dəfə İsmayılın Qaranohur gölünə səfərlərdən sonra, çünki ora ilk səfər, ilk cığırlar açılanda 16-cı ildən ilk səfər edənlər sırasında mən özüm olmuşdum və sonradan da eyni şeyi Astaranın Sım kəndində gördüm. Sım kəndinin çox böyük təbliğatı üzərimdədir deyə düşünürəm və bu gün də kəndə gedəndə dedilər kəndin kətxudası gəldi. Bu mənim üçün çox xoş gəlir. Lakin şəlalənin altı bu gün hansı vəziyyətdədir görəndə utanıram və olub ki, həqiqətən də sonrakı səfərlərimdə elə Qaranohur gölündə dayanıb göldən üzr istəmişəm. Çünki təbiətin bizi eşitdiyini mən fərqindəyim. İnanıram ki, təbiət bizi eşidir və üzr istəmişəm. Sonuncu dəfə də elə bir üzrü Sımda yuxarı Şırhal şəlaləsindən üzr istəmişəm ki, bağışla ki, səni bu qədər təbliğ etmişəm, insanlar səni bu hala qoyub. Bu gün hansısa bir gözəlliyi görəndə onu ehtiyatla tanıtmaqdan tanıdıram. Çünki düşünürəm ki, o gözəllik tanıdılmalıdır. Niyə? Biz bəzən öz vətənimizdəki gözəlliklərin fərqinə varmırıq və xaricə gedirik. Bu gözəllikləri göstərməkdə məqsəd də budur ki, bizdə də bu var. Amma insanımızın buna bu şəkildə rəftar edəcəyini görəndə artıq ehtiyat edirsən ki, gəlib buranı da zibilləyəcəksən. Sən təbiəti niyə zibilləyəsən axı? Təbiət sənin yaşadığın bir mühitdir. Biz təbiətə getdiyimiz yerə, hətta başqasının kənddəki başqa bir xanımın evinə, bir ailənin evinə, öz evimizin parçası kimi yanaşdıqda biz onun qayğısına qalacağıq. Necə ki, evimizi kirlətmiriksə, o şəlalənin altını da təmiz saxlamalıyıq, o gölü də, o getdiyimiz qonağın evini də. Cəmiyyətdə belə bir düşüncə formalaşıb ki, səyahət etmək yalnız pulu, gəliri çox olanların işidir. Sizcə, ölkəmizi və dünyanı kəşf etmək üçün mütləq böyük büdcələrə ehtiyac var, yoxsa bu bir bəhanədir? Pul əlbəttə ki, yola çıxmaq üçün bir vasitədir. Çox romantik danışmayacağam indi burada ki, yox, əsas yola çıxmaqdır, odur, budur. İnsanın maddi durumu yol verməlidir. Çox pulu olanı, büdcəsi aşırı dərəcədə çox insan görmüşük ki, səyahətdən gedib səyahətin zövqünü almayıblar. Çünki səyahət etmək özü də bir mədəniyyətdir və səyahət etməyi başa düşsən ki, bacarmırlar. Onlar üçün səyahət budur. Elə insan da var ki, az büdcə ilə yola çıxıb, amma o səyahətdən elə dəli olub gəlib ki, azuqəli gəlib ki, gəl görəsən. Ona görə pul lazımdır. Yola çıxmaq üçün pul bir vasitədir, amma gerisinə artıq pul qərar vermir. Gerisinə artıq sənin səyahətə qoyduğun ruh və ona nə götürmək istədiyin qərarlaşdırır. Digər tərəfdən büdcəli səyahət edən bəzi vlogerləri də görürük, amma məni şəxsən çox əsəbləşdirirlər. 2 avro bilet pulu ödəməmək üçün hər hansı bir muzeyin qapısından qayıdırlar. Tarixi abidənin önünə keçirlər, içinə girib ödəniş etməmək üçün sadəcə önündə şəkil çəkdirirlər. Amma həmin günün axşamı bir klubdan və restorandan qəlyan və bir içki ilə şəkil paylaşırlar. Yəni o pulu digər şeylərə xərcləyirlər. Lakin bizə bir izləyici olaraq hansısa bir ölkənin və hansısa bir şəhərin əsas simvolu olan bir yeri göstərmirlər.
O haqqda nə düşünürsünüz? Əslində mən bu şeyləri yəqin ki, o səyahət bloqerlərini və yaxud səyahətçiləri izləmirəm. Düşünürəm ki, nə yaxşı ki də izləmirəm. Əgər ki, bu artıq onun özü siz bunu deyirsinizsə, demək sizin kimi düşünən 2 nəfər var və demək ki, insan özünün səyahət zamanı təqdim edəcəyi o prinsiplərə ziddiyyət təşkil edir. Çünki hər bir halda bir muzeyin bileti gedəcəyi klubda, Avropadakı klublar bahadır, çox güman ki, ya bərabərdir qiymət, ya da klubun qiyməti daha baha ola bilər. Amma əgər ki, mən büdcəli səyahət eləyirəm deyib muzeyə girmirsənsə, demək kluba girə bilərsən, amma onda klubu da göstərmə. Amma düşünürəm ki, Florensiyaya gedib məsələn Uffizi qalereyasına girməmək, demək Florensiyanı izləməmək deməkdir. Bu şəhərin döyünən ürəyi Uffizi qalereyasıdır. Düzdür, məsələn Paulo Coelho'nun dünyanı gəzmək yöntəmi var hazırda. Deyir ki, 10 qaydalar nədir? Vaxt azdırsa, məsəl üçün bugün mən də muzeyə girmirəm, amma Parisdə olub onun o Versal sarayına getməmək necə ola bilər? Demək ki, sən onu tamamilə doğru gəzmirsən. Yenə dediyim kimi, Florensiyada olub Uffiziyə girməmək və Uffizinin sadəcə olaraq kənarında şəkil çəkdirmək, bu da məhz Florensiyaya nisbətdə bu səyahəti tamamilə yarıda buraxmaq deməkdir. Mənim səyahət həyatımda belə bir olmuşdu. Yəni dedilər ki, Uffizi qalereyasına girmək bu qədərdir, bahadır, odur, budur. Biz ondan sonra gedib nəsə alarıq. Biz orada qrup halındaydıq. 10 nəfərlik qrupdan cəmi 3 nəfər Uffizi qalereyasına girdi. Bu gün mənim o Florensiya deyiləndə Uffizi qalereyasında yaşadığım o duyğular daha mənə xoş gəlir və şəhərlə bağlı xatirələrimi daha çox tamamlayır deyə düşünürəm. Yəni bu hər bir halda bir seçimdir, amma büdcəli səyahət edirəm deyib bura getməyib bunu göstərmək artıq o səyahətçinin özünə olan etimadı sıfıra endirir. Siz səyahətə çıxanda özünüzlə mütləq götürəcəyiniz 3 şeyi mən deyə bilərsiniz. Powerbank. Çünki mütləq qayda çəkiliş üçün telefonlara powerbank lazımdır. Əlbəttə ki, pasport və telefon və yaxud fotokamera. Onlar məcburi olan şeylərdir. Yəni bir səyahət bloqeri olaraq yola çıxırsınızsa, pasportunuz, kameranız və telefonunuz üstünüzdə olmalıdır. Okay. Bloger kimi deyil də, bir iradə kimi üzərinizdə nəyi götürürsünüz? Mütləq qayda kitab götürürəm. Bəzən də buna çox da belə rişxand edirlər. Deyir ki, bir dəfə paylaşmışdım. Deyirlər ki, yəqin ki, özünlədir çamadanadır kitab qoyub, kitabla şəkil çəkməkdən ötəri gedənlərdəndir. Deyim, elə deyil də. Mən bu kitabın mən gedəndə yola 3 janrda, ayrı janrda kitab götürürəm ki, birini təyyarədə oxuyuram, birini oteldə oxuyuram, birindəki ola bilər ki, həmin anda bu janr istəmədim, başqa janr oldum, istədim. Öz ab-havama uyğun olaraq 3 dənə əlimin altında kitabım mütləq olmalıdır. Kompüterim olmalıdır ki, qeydlərimi ora yazım. Kompüterdə yoxdursa, mütləq qayda not dəftərini götürürəm. Çünki ola bilər ki, səyahət sabahki günü bir kitab halına keçirsin və getdiyim yerlərdə də insanların adlarını yadda saxlamaq lazımdır. Ona görə orada qeydlər eləmək lazımdır. Və üçüncü nə götürə bilərəm? Maraqlı sualdır əslində. Özünüzlə götürəcəyiniz deyil də özünüzlə gətirəcəklərinizdən danışsaq. O xatirələr. Mütləq ki, hər ölkədən gətirəcəm dediyiniz bir şey varmı? İlk növbədə xatirələrin gətirilməsinə üstünlük verirəm. Bu bayağı səslənsə də əslində bu belədir. Çünki 2022-ci ildə maddiyyata varmağımı biraz özümə challenge elan elədim. Çünki mən aşırı dərəcədə orada maqnitlər alırdım, suvenirlər alırdım, suvenir xəstəsi idim və bunlar təkcə xaladenikə və yaxud hansısa bir şkafa yapışdan yox, kitab rəfinə qoyulacaq dayanıqlı suvenirlərdən çox xoşum gəldi. Gördüm ki, aşırı şəkildə əşyalara pulum çox gedir və 22-ci ildə özümə bir qayda verdim ki, bu məbləğlə gedib bu məbləğlə də qayıdacağam. Görüm qayıda bilirəmmi? Sanki özümə bir çağırış idi. Düzdür, onun sonraki bəzi şəhərlərə nisbətdə verdiyim qərarı gərək ki, yerində pozardım, amma vermədiyimin sonra düzdür, peşmançılığını yaşadım. Lakin düşünürəm ki, hər hansı bir şəhərə gedirəmsə və bu şəhərə mən bir də qayıtma durumu sual altındadırsa, orada o şəhərə xas olan, o ölkənin mədəniyyətinə xas olan mütləq qayda bir şey mütləq almaq lazımdır. Heç vaxt qayıtmayacağım dediyiniz şəhər hansı olub? Heç vaxt qayıtmayacağam. Yəqin ki, hələ ki o şəhərləri siyasını tam təftiş etməmişəm. Ona görə də hələ çox gəzmək lazımdır. Bəs tam tərsinə, hər zaman buraya dönərəm dediyiniz bir yer varmı? Var əslində. Romadır. Romanı çox sevirəm. Dehli şəhərini çox sevirəm. Qayıdardım ora və Buxara şəhəri. Səyahət etmək insanda xarakter olaraq ən çox nəyi dəyişir sizcə? İnsan özünü dəyişir. İnsan yola çıxanda özünü götürür. Ümumiyyətlə belə bir deyim var səyahət həyatındakı. Yolun dəyişmədiyi insan yoxdur. Əgər sən yola çıxmısan və eyni insan olaraq qayıtmısansa, demək bu səyahətin sənə heç bir töhfəsi olmayıb, heç bir səni dəyişməyib. İnsan var ki, insan heç vaxt məsəl üçün komfort zonada, dörd divarda nəyə qadir olduğunu öyrənə bilməz. Bu adi bir dağ səfəri də ola bilər, adi bir ölkəyə gediş də ola bilər, adi bir çətin duruma düşməyi də ola bilər. Məhz o mühitə düşəndə, o çətinliyə düşəndə nəyə qadir olduğunun fərqinə varacaq. Mənim həyatımda
Həyatımda hər zaman bu suala bu şəkildə cavab verirəm. Mən çaysız qala bilməyən bir adamam və demək olar ki, sudan çox çaya bağlı olmuşam və hər zaman dedim mən çaysız qalmaram, çaysız yaşaya bilmərəm. Çox belə iddialı səslənirdim. Ta ki 2017-ci ildə Xınalıq dağına səfər edən zaman. O zaman 12 saat ərzində bizim nə çayımız oldu, nə suyumuz oldu. Və mən başa düşdüm ki, demək ki, sən çaysız qala bilərsən. Bunu 4 divar arasında evdə oturub bu xasiyyətimə, bədənimin bu gücünə vara bilmərəm. Ona görə yol insana o qədər önəmlidir. Bəzən biz deyirik dağa gedən dağcılar ki, o getdi tutan hansısa bir dağın zirvəsini fəth elədi. Əslində insan heç bir dağı fəth eləmir. İnsan özünü fəth eləyir. Nəyə qadir olduğunun fərqinə varır və düşdüyü çətinlikdə nəyə qadir ola biləcək potensialını üzə çıxarır. Yəni İradə xanımın ilk dəfə tək başına yola çıxdığı şəxsiyyətlə 10 il ərzində dəyişib bu hala gəldiyi şəxsiyyətin arasında çox fərq var deyirsiniz. Hətta bir ay əvvəl gedəcəyim insanla bir ay sonra çıxacağım insan arasında mütləq qaydada bir dəyişiklik olacaq. Sizə çox gözəl bir şeydir.